ANS-in bağlanma səbəbini ölkədə ziyalı insanların hamısı bilir. Düşmən cavab atəşi ilə susturuldu. TOY səviyyəsində müğənnilər yetişdirərkən ANS vətəni qoruya biləcək övladları yetişdirirdi. Toyxananı da ANS efirə gətirdi. Ən qatı cinayətkarın belə söz demək haqqı var. Sizcə biz harda nəyi səhv etmişik? Keşlədə Əhmədin dükanından sonrakı 3-cü güllü ev. Onda coğrafiya qədər qismətdir. Mən bu ölkəyə pul göndərirəm ki, buradan bir qəpik aparmıram. Bu qanunvericiliyə ziddir. Burada ortada bir boşluq var. Həkim məhkəməyə başvurmalıdır. Bir sıravi həkim Səhiyyə Nazirliyini qarşısına ala bilərmi? İnandırıcıdırmı bu? Bir ölkənin neçə səhiyyə sistemi olmalıdır? Ortada çünki bir səhv var, hansısa dövrə aiddir. Ziyalı deyib qarşısında baş əydiyimiz həkimlər saxtakarları həm də formalaşdırır. Həkimləri ifşalama ideyası necə formalaşdı? Siyahı qəflətən mənim Instagram hesabıma gəldi. Sizin paylaşımlarınızdan sonra ümumi bir heyt yarandı bütün həkimlərə. Azərbaycanda hansı həkim səhlənkarlığı bu günə qədər sübut olunub? Yaxşı həkimlərin yanında olmağı bizdə şübhə yaratdı. Mən diplomsuz həkimin yanında görünə bilmərəm. Və mənim ən çox üzüldüyüm peşəkar həkimlərin susmağı, səs çıxartmamağıdır. 37 saatlıq cərrahi əməliyyatdan mütləq danışmaq istəyirəm. Uroloq çıxardır, böyrək daşını göstərir ki, Bu pərdəni cəmiyyətin üzündən cırmaqla qopardan bizim həkimlərimiz deyilmi? tibbi xidmətin reklamı olmalıdırmı? Mən səhiyyəyə baxıram, o birisi deyir təbibə baxıram. Sizcə biz ədalətli rəy yazan millətik? Azərbaycandakı həkimlər Almaniyadakı həkimdən də çox qazanır, Türkiyədəki həkimdən də çox qazanır, Amerikadakı həkimdən də çox qazanır. Xeyr, əzizim. Qalstuku bizə taxanlar bizi öldürdülər.